Əməkdar artist Könül Kərimova ilə müğənni Vəfa Şərifova arasında mahnı qalmaqalı yaşanıb. Məsələ ATV kanalında yayımlanan rəngarəng verilişində gündəmə gəlib. Baku Postas xəbər verir ki, söhbət Könül Kərimovanın repertuarında yer alan və sevilən Yar başına dönüm sənin mahnısından gedir. Bildirilib ki, Vəfa Şərifova sözü gedən mahnını ifa edərkən onun mətnində dəyişiklik edib. Bu isə mahnının ilk ifaçısı tərəfindən narazılıqla qarşılanıb. Canlı efirdə mövqeyini açıqlayan Könül Kərimova mahnının sözlərinin dəyişdirilməsinin qəti əleyhinə olduğunu vurğulayıb. O bildirib ki, hər bir bəstənin və mətnin öz ruhu, müəllif yanaşması var və həmin sözlər təsadüfi seçilməyib. Müğənni qeyd edib ki, mahnı dəyişdirilmiş formada YouTube platformasında yüklənərsə, bunun qarşısını almaq üçün hüquqi addımlar atacaq və videonun sildirilməsinə çalışacaq. Vəfa Şərifova isə məsələyə münasibət bildirərək mahnını ifa etmək üçün müəyyən məbləğ ödədiyini deyib. Onun sözlərinə görə mahnını rəsmi şəkildə əldə edib və səsləndirib. Bununla belə sözlərin dəyişdirilməsi məsələsi iki sənətçi arasında fikir ayrılığı yaradıb. Qeyd edək ki, Yar başına dönüm sənin mahnısının söz müəllifi Zemfira Əlişqızınındır. Məhz bu məqam da müəllif hüquqları məsələsini gündəmə gətirib. Hazırda tərəflər arasında məsələnin necə həll olunacağı maraqla gözlənilir.